Salam, xoş gördük. Mövzumuz qeyd etdiyim kimi dil və Quran dilidir. Dilçilik yaxın keçmişə qədər humanitar elmlərə daxil idi. Lakin bu sahənin insanlığın mentaliteti və psixologiyası ilə, beyni ilə sıx əlaqəli olduğu üçün bu sahə artıq tibbə daha yaxın bir müstəqil sahəyə çevrilir və müstəqil sahə kimi də üzərində işlənilir, araşdırmalar aparılır. Mövzumuzun əsas obyekti danışan insandır. Yəni insan niyə danışdı, necə danışdı, hansı səbəblər, amillər onun danışmasına səbəb oldu, onu vadar etdi. Biz ibtidai icmal quruluşunun tarixini mütaliə etdikdə qədim mağaralarda müxtəlif təsvirlərlə qarşılaşırıq. Bu insanların danışıq dilidir. Həmin mərhələdə insanlıq ümumiyyətlə öz fikirlərini həmin təsvirlərdə həkk etdirirdilər. Ümumiyyətlə, əgər biz insandan söhbət ediriksə, insanın bir varlıq olaraq bir tərifi haqqında da müəyyən fikirlər bildirməliyik. İnsanın tərifi nədir? Müxtəlif fəlsəfi cəryanlar, dini cəryanlar və fiziki yanaşmalar və insan üçün müxtəlif təriflər verilir. Və onlardan biri də insan danışan, natiq heyvan. Heyvan burada bizim təsəvvürümüzdə olan heyvan deyil, yırtıcı deyil. Heyvan yəni canlı, yəni danışan canlı kimi təqdim olunub. Amma danışan canlı tərifinin özü belə insan üçün nöqsanlıdır. Necə danışan? Bu kimi hallarda biz danışmaq qabiliyyətindən məhrum olan insanları neyniyik? Bax, onlar danışa bilmirlər. Anadan gəlmə danışıq qabiliyyətindən məhrum olanlar var. Sonradan bir müddət yaşayıb, sonradan danışıq qabiliyyətini itirən insanlar. Onda bu insanları biz hansı mərhələyə, bunlar haqqında necə tərif verək? Və danışıq dedikdə və insanlarla biz qarşılaşırıq ki, dünyada onların söz ehtiyatı hardasa 26-27 söz ehtiyatına sahib olan xalqlar var. Məsələn, Mərkəzi Afrikada çox kiçik qəbilələr. Onlara 26-27 söz kifayət edir ki, gündəlik həyatları idarə etsinlər. Və biz başqa bir dillə qarşılaşırıq ki, orada 70 min, hətta bəzən milyona yaxın söz ehtiyatı olan xalqlarla qarşılaşırıq. Belə olan halda biz gərək belə bir imtiyaz da verək. Bu xalq bu insanlardan daha insandır. Bu da nöqsanla bir tərif olur. Və həmən ibtidai icmal quruluşuna biz qayıtdıqda biz görürük ki, insanlar öz fikirlərini müxtəlif səslərlə ifadə edirlər. Bunlar danışa bilmirlər. Niyə? Çünki bunların danışması üçün milyon ilin keçməsi lazım idi ki, onların qarın boşluğunda, bəli, çünki bəzi hərflərin tələffüzü, məxrəci, yəni xaric olduğu yer məhz qarındır. Məsələn, H hərfi. Birbaşa ağciyərdən gələn bir səsdir. Milyon illər keçməlidir ki, bunların boğazlarında, ağızlarının içindəki əzələlər, dil əzələsi, dodaq əzələləri formalaşmalı idi ki, onlar müxtəlif hərfləri tələffüz etməyə bacarsınlar. Məsələn, Azərbaycan dilində müxtəlif saitlər var. E, Ü, Ö, I ki, bu məsələn ərəb dilində belə bir səslər yoxdur, bu saitlər yoxdur. Amma əksinə ərəb dilində biz bəzi səslərlə qarşılaşırıq ki, boğazda tələffüz olunur. Bu Azərbaycan dilində və ümumiyyətlə dünyanın demək olar heç bir dilində bu səslərlə bir qarşılaşmırıq. Məsələn, H hərfi boğazda tələffüz olunur, Ayn hərfi ki, bu ərəb millətinə xas bir tələffüzdür. Və ibtidai icmal quruluşunda biz homo sapienslə qarşılaşırıq. Yəni düşünən insan və biz düşünən insan deyəndə hələ biz bu danışan insanı nəzərdə tutmamalıyıq. Milyon il keçməli lazım idi ki, homo logens meydana gəlsin. Bu artıq danışan